Salam hörmətli izləyicilər, biz əvvəlki videomuzda 23.5-lər arasında qalan məntəqələr haqqında məlumat vermişdik. Bugün isə 23.5 və 66.5 dərəcə arasında qalan məntəqələr haqqında məlumat veririk. Nəzərinizə çatdıraq ki, 23.5 ilə 66.5 dərəcə arasında qalan istənilən məntəqədə dərəcə fərqi, yəni günəş şüalarının maksimum və minimum düşmə bucaqlarının fərqi 47 dərəcə alınır. Həm şimalda 40 dərəcə, həm də cənubda 50 dərəcə və cavablara diqqət etirsək 47 dərəcə alınır. Biz hər ikisinə diqqətlə baxaq. Yəni, bu videonu çəkməkdə məqsədimiz odur ki, müəllimlərimiz imtahan ərəfəsində vaxt itkisinə yol verməsin. Ona görə də istənilən məntəqədə, yəni 23.5 ilə 66.5 dərəcə arasında qalan istənilən məntəqədə cavab 47 alınır. Diqqətlə baxsaq və birincini hesablayaq. Günəş şüasının maksimum düşmə bucağı hesablayırıq. 90 dərəcə, minus 40 dərəcə, plus 23.5 dərəcə, bərabərdir 73.5 dərəcə. Minimumda isə 90 dərəcə, minus 40 dərəcə, minus 23.5 dərəcə, bərabərdir 26.5 dərəcə. Maksimumdan minimum çıxdıqda isə cavab 47 dərəcə alınır. Yəni, biz bunu 40 dərəcə şimal enliyi haqqında hesablamış olduq. 50 dərəcə cənub enliyinə uyğun hesabladıqda isə eyni qayda ilə hesablayırıq. Maksimumda 90 dərəcə, minus 50 dərəcə, plus 23.5 dərəcə, 63.5 dərəcə. Minimumda isə 90 minus 50 minus 23.5 dərəcə, bərabərdir 16.5 dərəcə. Maksimumdan, yəni 63.5-dən minimumu çıxırıq, cavab 47 dərəcə alınır. Bununla da bilmiş olduq ki, 23.5 ilə 66.5 dərəcə arasında qalan istənilən məntəqədə cavab 47 alınır. Yəni, söhbət günəş şüalarının maksimum və minimum düşmə bucaqlarının fərqindən gedir.